Polşada gənclər özün bilirsən ki, çox içir. Dəhşət çox içir. Bəs müqayisədə səncə Azərbaycan gəncləri yoxsa polyak gəncləri daha çox içir? Özün bilirsən ki, Azərbaycan gəncləri də içmək də elə pis deyil. Hətta bu Tovuz, Gədəbəy, Şəmkir, Qazax bölgələri masterdirlər. Amma bizdə sadəcə içkidə fərqli şeylər var. Fərqli şey deyəndə nədir? Bizimkilər hazırlaşır. Bu bir tradition. Süfrə qurur, həqiqətən ona hazırlaşır, yeməklər bişirir. Məsəl üçün iki polyak girir marketə, içki alıb çıxıb gedib içə bilər. Amma bizdə məsəl üçün girirsən Oba marketə falan, o içki alıb çıxıb getməyəsən. İçki alasın, üstünə saçaqlı pendiri, semiçkası, sonra cəb onları açıb tökəsən və içəsən. Və onları hazırlayasan. Lap adi bir şey deyil. Kimsə axşam dostlar qərarlaşdırır ki, gedək içək. Onlar yer rezerv edirlər, kabinet tuturlar, araşdırırlar, harda nəyin yeməyi yaxşıdır, Menü var, deyil. setlər seçilir. Burada elə bir şey yoxdur. Burada hansısa polyak restoranında sən görmüsən ki, atıram bizdə pivə seti var. Azərbaycanlılar restoran açmışdı, düz indi bağlandı, onlar set verirdi qəşəng. 100 zlota set, üstündə də 2 dənə pivə. Bəs yaxşı, səncə bunlardan hansı yaxşıdır? İndi hərəsinin öz mədəniyyəti var, yəni heç biri demək olmaz yaxşı pis. Bu sənin fikrin. Mənim fikrimcə, yəni təbii ki, öz kulturamız, mədəniyyətimiz mənə daha xoşdur. Bu arada burada min cür pivə çeşidi var. Bax, gedək Carrefour-a falan, Arkadiyadakı. Hamısını yığsan, mənim yenə deyirəm şəxsi fikrimdir. Lincə də açıram. Bir dənə xırdalan filtrsiz eləmir. Amma onun mən eyni tipində bir dadı tapmışdım. Mən də Jivets Baowy. Aysa. Jivets Baowy pivəsi xırdalan filtrsizlə 95% birəbirdir. Jivets bialı için. İçməyin.